Herkese salam, Kripto Azərbaycan izləyiciləri, yeni bir video ilə daha qarşınızdayım. Dostlarım, bu videoda Gem proyekti haqqında danışacağıq. İlk öncə bunu deyim ki, dediklərim qətiyyən yatırım tövsiyəsi deyil. Yenə də hər hansı bir kriptovalyutaya və ya digər varlıqlara yatırım edərkən öz araşdırmanızı yenə də özünüz aparın. İndi isə gəlin Gem proyekti haqqında danışalım. Gem proyektlər nədir? Və bu videonun da elə əsas mövzusu hal-hazırda sizlərə göstərəcəyim Gem proyektdən biridir. Burada gördüyünüz kimi keçən dəfə sizinlə Focus Finance paylaşmışdıq. Artıq nə qədərdir? 28 dollarda ancaq 48 dollara qədər yüksəlmişdi. Bunun səbəbi nə idi dostlarım? Baxın. Bunun səbəbi Algorand idi. Görürsüz, Algorand valyutası arxasında bu var idi və bu valyuta ona görə hal-hazırda yəni 2 dollar 50 sent civarından 48 dollara qədər yüksəldi. Təbii ki, bu hələ ki bunun başlanğıcı da bu arada ola bilər. Yaxşı, okey. Bunu keçdik. Deyək ki, MX. MX yoldaşlar, bizim əldə etdiyimiz ən güclü siqnallardan biri idi. Ki, bunun haqqında danışım ki, növbəti Gem proyekti daha dərindən dərk edəsiniz. Əslində bizim VIP kanalımızın hər hansı bir boğanı gözləməyimizə ehtiyac yox idi. Sadəcə bu işin başında olan mənim özüm belə düşünün ki, mən, Pərvin, Fəhmin, İlkin, bir sözlə hamımız çox böyük bir yanılğı yaşadıq bu valyutada. Biz bu valyutaya 4 sent civarında, gördüyünüz kimi burada 7 sentə qalxıb 4 sent civarında yatırım etdik və MX 19 dollara qədər yüksəldi. Və bizim MX-ə etdiyimiz yatırımlar, məsəl üçün mənim MX-ə o vaxt etdiyim yatırım 2000 dollar idi. Və MX 600 qat dəyərləndi. Əgər mən baxın, ağılsızlıq etməsəydim, satmasaydım, sadəcə və sadəcə 2000 dollar pulla, 2000 dollarlıq bir yatırımla 1 milyon 200 min dollar pul qazanacaqdım. Həyatı boyu o miqdarı mən bir arada görməmişəm. Bəlkə qırıq-qırıq ondan çox görə bilərəm kriptoda, ancaq bir yerə qoysaz bir əldə heç vaxt mən 1 milyon dollar pulu görməmişdim. Ancaq MX sayəsində onu görəcəkdim. Proyekt nə çıxdı? Gem proyekt çıxdı. Proyekt gözümüzün qabağında irəliləyirdi. Proyektə balansında 100 milyon, 50 milyon, 60 milyon dollar pulları olan balinalar girirdi. Biz artıq MX-i satmışdıq. Trend yüksəlməyə başlayanda, trend yüksəlmədən öncə, yəni yüksəlişə keçmədən öncə biz onu satmağa başladıq. Əlimizdəkilərini çıxardıq. Başa düşdünüz. Ona görə də elə Kripto Azərbaycanın birinci VIP qrupunda artıq missiyanı tamamlandığını düşündük. İndi orada mən kiməsə MX-i sat deməmişdim. Sadəcə olaraq biz öz ətrafımızı admin qrup sadəcə bu arada bunu deyim ki, MX-i satmışdı. Orada o missiyanın tamamlandığını düşündük və Gem proyekti əlimizdən çıxardıq. Başa düşdünüz? Yəni VIP kanalımızda, birinci VIP kanalında buna görə bağladıq. İndi yoldaşlar, bu Gem proyektlər nədir? Baxın, burada Erhea Finance görürük. Erhea Finance hal-hazırda Zcash, Near Protocol və ya BRC'in adlarını saymadığım bazarda öndə olan kriptovalyutalar Erhea Finance'ın arxasında dayanır. Niyə? Bax, Erhea Finance uşaqlar budur. Görürsünüz, sadəcə və sadəcə 3 milyon market cap'i var. Ümumilikdə tokenin sayı 1 milyard ədəddir. Hə, MX-in özü belə, düşünün ki, ən uğurlu olan bu kripto bazarında dövrümüzün Bitcoin'i deyə biləcəyimiz MX, yəni dövrümüzün Bitcoin'i buna görə deyirəm ki, Bitcoin kimi qısa müddətdə qazandırdı. Başa düşdünüz? Yəni anında belə deyim də, deyə də bilmədim. 19 dollara qədər yüksəldi. Bax, eynən bu da 4 sent idi. Görürsünüz, 4 sentdən 19 dollara qədər necə yüksəlir. Niyə dostlarım?
arxasında məsəl üçün Folks deyir ya. Niyə yüksəlir? Arxasında olan alqoronda görə. Başa düşdünüz? Bax, Folks buna görə yüksəldi. İndi isə Erheyanı gəlin düşünəyin. Yəni bir səbəb olmalı deyə bunları yüksəldən, bunları gələcəyə aparan, bunları necə deyim, biz ən dibdən kəşf edib aldıqdan sonra bizə qazanc verə bilməsi üçün səbəblər olmalıdır. Bax, səbəblərdən biri Zcash. Zcash'in hal-hazırda market capı 6-7 milyard dollara yaxındır. Və ya Berachain. Berachain'in 102 milyon dollar bu dəqiqə market capı var. Zamanında 11 min bir ədədi 11 dollar idi bu arada uşaqlar. Səhər-səhərdə hələ də yatmamışam. Ara sıra çaşa bilərəm və ya qiymətləri səhv deyə bilərəm. Özünüz onu nəzərə alarsınız. Gördüyünüz kimi. Niar isə konkret olaraq Erhea proyektinin arxasında dayanıb. Bax, bu Niar valyutası bildiyiniz, yəni Erhea komandası ilə, belə deyim də, türklərin sözü olmasın, içli dışlıdır. Konkret olaraq bərabər işlər görürlər. İndi bizim qarşımızda dib qiymətdə olan bir valyuta var. Okey, riski bilirik, riski anlayırıq. Bu günlərim yatıracağımız məbləği itirə bilərikmi? Bilərik. MX-in özü belə, təkrardan deyirəm uşaqlar, Erhea valyutasının baxın, Twitter'ına daxil olduğumuzda gördüyünüz kimi MX Finance da izləyir, Niar protokol da izləyir. Yəni əsas dəstək MX və Niar'dan gəlir. Niar illərdir özünü doğrulayan bir kripto valyutadır. Zamanında belə deyim uşaqlar, hələ bunun ön satışları falan olub, onları demirəm. Burada taxtadakı qiymətini görəndə 70 sentdən nə qədərə? Hardasa 17 dollara qədər ATH olub. Ancaq Erhea'ya baxın, hələ yolun başındadır. Hələ bu valyuta yolun başındadır. Yəni mən əsasən kripto valyutada araşdırmağa daha çox üstünlük verirəm və günlük bir valyutanın volümünə də üstünlük verirəm. Yəni o proyekt öldümü, qaldımı, bunu əsasən bizə günlük volümlər deyir. Baxın dostlarım, yəni bilmirəm də, onu bilirəm ki, yəni bildiyim bir şey var ki, bu valyuta elə də belə də tutmalıdır. Başa düşdünüz? Bunun da səbəblərini sizlərə deyirəm ki, yəni MX-ə görə tutmalıdır, Niar protokola görə tutmalıdır, Berachain'ə görə tutmalıdır, Zcash-ə görə tutmalıdır. Adlarını saymadığım bir çox əsas səbəbə görə bu kripto valyuta tutmalıdır. Əgər yaxşı tutmasa, deyək ki, mən bu valyutaya 1000 dollar yatırım edəcəm və ya etdim. Əgər tutmasa, mən bu 1000 dolları təbii ki, dostlarım, itirəcəm. Düzdürmü? Əgər bu 1000 dollar tutsa, eynən MX-dən bir yaxşı söhbət etmişdik. Əlbəttə ki, biz MX-də ağılsızlıq elədik, daha bu ağılsızlığı etmərik. Əgər 1000 dollarımız tutsa, onun qarşılığında qazanacağımız miqdarı deyirəm sizlərə 150.000 dollar, 200.000 dollar miqdarlarında pullar qazanarıq. Bax, bu dəqiqə bazarda, necə deyim, qorxu hissinin olduğunu da bilirəm. Bu dəqiqə bazarda Trump'ın, Binance'ın, CZ-nin oyunlarını da bilirəm. Bir çox oyunlar var, bazarda bir çox qorxu var. Ancaq qorxu olmasına baxmayaraq, bəzi valyutalar var ki, eynən Erhea. Yəni biz bunların arxasıca düşməliyik, bunları izləməliyik və uyğun yerlərdə nə etməliyik? Öz yatırımımızı etməliyik. Mən sadəcə və sadəcə sizə buradan, yəni bunun ürək rahatlığı ilə deyə bilərəm ki, itirsək də, baxın uşaqlar, bu tərz valyutalarda itirək. Başa düşdünüz? Ən azından bir səbəbimiz var ki, bu niyə yüksələcək? Yoxsa bəzi boş başlar kimi, yəni düşünün, olmayan bir, necə deyim, inancın arxasıca gedirlər. Ancaq görün bu valyutanı kimlər dəstəkləyir? Başa düşdünüz?
Yəni bir kriptovalyuta araşdırma deyil sənə bir kriptovalyutanı araşdır, bunu hər yerdə görürsən. Hətta videonun ən başında da bu sözü eşitdin ki, kriptovalyutaya yatırım etməzdən öncə öz araşdırmanı apar və ya hər hansısa bir varlığa yatırım etmədən öncə. Bunu hamısı sizə deyir. Bax, araşdırma necə olur? Hansı səbəbi olur? Bax, gəlin bu proyekti sıfırdan Erheyanı araşdırağın. Arxasında milyardlarla dollar dəyərində olan, market cap'ində pullar olan kriptovalyutalar Erheyanı yaxşı nə səbəbə görə dəstəkləyir? Yəni, sual verirəm də, okey, yəni araşdırmadan əgər söhbət gedirsə, yatırımdan əgər söhbət gedirsə, sadəcə buradan sizə bir sual, mən də sizə bir sual verim ki, yəni okey, yaxşı, bu bazarda ən öndə gələn valyutalar, ən səs gətirən kriptovalyutalar niyə Erheyanı dəstəkləyir? Yəni burada səbəb nədir? Niyə məsəl üçün başqa ön sırada olan kriptovalyutanı dəstəkləmirlər? Bundan öncə də sizlərə göstərdim axı, Algorand'ın YouTube'da videomuz da var. DeFi proyekti olan Focus, yəni düşünün ki, 2 dollar 50 sentdən 48 dollara qədər qalxdı. Paylaşmadığımı onu VIP-də sizdə, sonra da YouTube'da videosunu paylaşmadığımı. Deməli, arxasında bir kriptovalyutanın əgər proyekt varsa, axır əvvəl qardaş bu gətirir sənə möhtəşəm qazancları verir. Sadəcə mən demirəm, məsəl üçün özün bilərsən də bu mənim necə deyim, arxasında durduğum bir kriptovalyuta deyil ki. Sadəcə əgər burada bir-birimizə yararlı olmağa çalışırıqsa, bir-birimizə əgər məsləhətlər verməyə çalışırıqsa, bir-birimizi düzgün yönəltməyə çalışırıqsa, bu tərz valyutaların arxasıca getməyimiz bizlər üçün hər zaman daha xeyirli olacaq. Bax, bazardakı manipulyasiyalardan tutmuş, düşüşlərdən tutmuş, hamısını nəzərə alın və ondan sonra yatırım edin. Amma bunların sonu var. Başa düşdünüz? Yəni sonunda xeyri var. Sonunda qazanc əldə edə biləcəksən. Bildin necə? Yəni buna sən bu kriptovalyutaya yatırım edib boşuna gözləməyəcəksən. Bildin necə? Bax, mən buradan sadəcə və sadəcə bunu deyirəm və bu videomda bu valyuta bilirsiniz ki, mən hansısa valyuta yüksələndən sonra nəyəsə paylaşmıram. Yüksəlmədən qabaq paylaşıram. Yəni mən bunu, bu videonu ürək rahatlığı ilə inanın ki, mənə sizlərlə paylaşıram. Videomuz bu qədər idi. Sağ olun, hələlik. Növbəti videolarda görüşərik dostlarım.